pomidorun qiymətində kəskin ucuzlaşmaların olduğu deyilir. Yayda necə ucuz olurdusa, indi də elə. Bəs qışın bu vaxtı pomidorun belə ucuz olmasına səbəb nədir? Sosial şəbəkələrdə də bəzi iddialar səsləndirilir ki, bu pomidorlar Çindən gətirilir və onların nə dadı var, nə də iyi. Ümumiyyətlə, pomidorların qiymətində ucuzlaşma nə ilə əlaqədardır? Buna səbəb nədir? Bu pomidorlar doğrudan da mı Çindən gətirilir? İqtisadçı ekspert Xalid Kərimlini izləyək. İlin birinci rübündə həm məhsul təklifinin az olması, həm məhsul təklifinin parniklər hesabına və idxal hesabına mövcud olması qiymətlərin daha yüksək olmasının səbəbidir və bu həm ilin qış aylarında bazara çıxarılan məhsul əsas etibarilə parniklərdən və idxaldan gələn məhsullar hesabına formalaşır və bu hər iki halda da məhsulun maya dəyəri daha yüksək olur və bazara çıxarılan məhsulun həcmi məhdud və idarə edilmiş formada olur. Eyni zamanda da bu dövrdə məhsulun alıcıları daha yüksək qiymətə özlərini hazırlamış olurlar. Yəni başa düşürlər ki, qış aylarında meyvə tərəvəzin qiyməti bir qədər yüksək olur və büdcələrində və planlamalarında bunu nəzərə alırlar. İndiki dövrdə qiymətin bir qədər qeyri-standart olması və ucuz olması, yay qiymətlərinin bir sıra marketlərdə müşahidə olmasının əsas səbəbi məhz sahibkarların işinin təşkili ilə əlaqədar ortaya çıxan problemlə əlaqədardır. Yəni məhsulun ixracında ortaya çıxan təşkilati məsələlərlə əlaqədardır. Yəni məhsulun nəzərdə tutulduğu qədər xarici bazarlarla çıxarılmaması ona gətirib çıxara bilər ki, yerli bazarda bunun sürətlə yerləşdirilməsi lazım gəlsin. Çünki məhsulun özü həm saxlama problemi var, həm də müəyyən müddətdən sonra öz keyfiyyətini itirmə problemi var. Ona görə də qarşılaşan bu məsələ müvəqqəti məsələdir. Təbii ki, alıcılar prosesdən faydalana bilərlər, amma eyni zamanda da bunun davamlı olması qeyri-mümkündür. Çünki bu sahibkarların, bu sahədə fəaliyyət göstərən sahibkarların müflis olmasına gətirib çıxara bilər. Ona görə də bu müəyyən müddəti əhatə edən qısa müddətli vəziyyətdir və buradan da sahibkarlar təbii ki, prosesdə nəzərdə tutduqları qazancı əldə edə bilmirlər, ziyana gedirlər, alıcılar isə daha ucuz qiymətdən sevinirlər.